Bugün tariximizin ən ağrılı, qanlı səhifələrindən biri kimi yaddaşlarda qalan Xocalı soyqırımından 34 il ötür. Hər il olduğu kimi bu ildə minlərlə insan ana harayı abidəsini ziyarət edərək faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad edirlər. Səhər saatlarından başlayaraq vətəndaşlar, bir sıra dövlət və hökumət rəsmiləri həmin ünvana gələrək günahsız qurbanların əziz xatirəsi önündə hörmət və ehtiramını ifadə edir. Xüsusilə bugün soyqırım abidəsinin ətrafında böyük insan seli müşahidə olunur. Vətəndaşlar abidənin önünə gül dəstələri düzür. Faciə qurbanlarının əziz ruhuna dualar oxuyurlar. Bugün paytaxt və ölkəmizin ayrı-ayrı bölgələrində azad olunmuş digər ərazilərdə də soyqırımı qurbanlarının xatirəsi yad olunur. Şəhidlərin ruhuna dualar oxunur. Onların düzdür, Xocalıdan olmasam da, Xocalı sakinlərinin ağrılı, acılı, dəhşətli günləri danışanda adam dəhşətə gəlir. Demək, Xocalı alınıb. Nəinki Xocalı? Bütün Qarabağ torpaqları şəhidlərimizin qanı bahasına da olsa alındı. Bu, ən əsas ümdə Cənab Prezidentin gözəl siyasətinin nəticəsidir. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Xocalı faciəsi əsrin faciəsi kimi tarixə düşmüşdür. Bizim qan yaddaşımızdır. Şükür Allaha Xocalı azad olunub. 2023-cü il sentyabrda keçirilən lokal tipli antiterror əməliyyatlarında Azərbaycan ordusu Ermənistana ağır zərbə endirmiş və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam bərpa olunmuşdur. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib. 1275 dinc sakin əsir götürülüb. 150 nəfərin taliyi isə hələ də məlum deyil. Bu soyqırım aktı nəticəsində 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Leyla Səməndər, Cuma Kazımov, Yeni Azərbaycan TV.